sistem pisdir, işləmir və bu ümumi cəmiyyət üçün belədir. Belədirsə, etnik azlıqlar üçün daha da pisdir, daha da müxtəlif, da ümumi problemlərdən əlavə fərqli problem, sırf spesifik problemlər də əlavə olunur buna. Təbii ki, burada tam olaraq heç bir məlumat ala bilmirik. Yəni, bu insanların aqibəti nə olacaq əgər mən hazırlığa başlamışdımsa və artıq qərar vermişdimsə ki, filan fənn üzrə, filan fakültə üzrə təhsilimi davam etdirəcəm, motivasiyam o idisə, mən nətər edəcəm? İndi bu mənim haqlarımın pozulması deyilmi? Yəni, mənim seçim haqqımın pozulması deyilmi? Və s. Biz burada bunu müşahidə edirik. Yəni, onsuz da ümumi bu aparılan dırnaq arası reforma, deforma deyərdim mən. Heç ümumi konteksti düz əməlli nəzərə alınmır ki, qaldı biz. Yəni, biz demək olar ki, daha bir sonraki yəni dərəcəli, ikinci dərəcəli, üçüncü, bəlkə də 5-ci, 10-cu dərəcəli kontekstdə. Ona görə heç bir məlumat, heç bir dəqiqlik, müəyyənlik yoxdur. Tamamilə qeyri-müəyyənlikdir və tamamilə bilmirik necə olacaq. Əslində bir ara bəzi medialarda bunu müsbət fonda göstərməyə çalışdılar ki, güya indi də əvvəl 100 tələbə və yaxud da 200 tələbə pulsuz qəbul olurdusa, indi güya bu rəqəm daha çox olacaq. Lakin ona diqqət yetirilmədi ki, əgər söhbət dövlət universitetlərinə gedirsə ki, pulsuz qrant sadəcə dövlət universitetlərində oxuyan tələbələrə veriləcək, bunu da qeyd eləmək lazımdır. Əgər söhbət dövlət universitetlərinə və pulsuz təhsil almaqdan gedirsə, ümumiyyətlə, yəni, dövlət universitetlərinə qəbul olan tələbələrin hamısı pulsuz təhsil almalıdır. Yəni, bu avtomatik olaraq kvotayı təbii ki də yuxarı qaldırmalıdır. Amma istər-istəməz qəbul olan tələbə sayısı azalacaq. Tutalım ki, sən 500 eləyə bilərsən pulsuz qrantla təhsil alan tələbə sayısını. Ancaq istər-istəməz tələbə sayısı azalacaq. Tutalım ki, əgər 1000 nəfər qəbul olurdusa dövlət universitetlərinə, etnik azlıqlardan, sən onlara deyirsən ki, mən pulsuz edirəm və 500 nəfər qəbul olsun və yəni, tamamilə fərqli